Ben dedim buradan bir paylaştım pulların, yani manatların üstüne Qabildən irəli yazmağa. Bəli, sağ olsun. Bir 50'ye yakın adam gece gündüz yazdı, mənə attı. Belki de bir 50 nəfər də yazıb atmayıb da, indi haçansa göstərəcək. Və qalanları bəlkə səhv deyirəm mən. Bəlkə mən səhv deyirəm. Bax, bir dənə deyin Qabil, sən səhv deyirsən. Muhalefet qalıb ortada. Bir düşünün. Qabil olmasa, Qabil için bir iki tane oğlan var olmasa ne olacak? Ne olacak? Düzdür, İlham gedəcək. Mən oldum, məndən 10 dənə də olsa İlham gedəcək. 10 vaxt çatırsa gedəcək. Ancaq kim gələcək yerinə? Elçibəy kimi bir axmağın, piyanistkanın biri mi gələcək? Yoxsa Elçibəyin davamçısı gəlib arxivləri açmayıb nələrsə eləyəcək mi? Sadece kişi olun, gədə olmayın. Gədə olmayın. Oğraş olmayın. Kişi olun. İndiyə kimi görmüsünüzmü? Baba, size bir sual verirəm. Senin dostundur, tanışındır, uzaq qohumundur, kerəm, əskəri yoldaş, fərqi yoxdur, fərqi yoxdur. Sən arvadını qayırmaq istəyən. Yəni pislərdən gedir ha söhbət, ya da yaxşı oğlandır, yine arvadına tamah eləyim, nə olsun ki? Senin arvadına, qızına tamah salan, anana tamah salan qayırmaq üçün necə yaxınlaşır sənə? Ancaq gülə-gülə, eləmi? Yiyib içməkdən, gülə-gülə, patxotdan. Mən sənə deyirəm, bax bura, başına nə bəla gəldisə, bax ay millət, başınıza nə bəla gəldisə, balacasından böyüyünə, hamısı üzümüzə gülənlərdən gəldi, eləmi? Şad günümüzdə yanınızda olanlardan, üzümüzdə gülənlərdən, süfrənizin qırağında oturanlardan gəldi, eləmi? Hələ cadu əməllərdir, eləmi? Mənə bircə dənə deyin görüm, sizi ağladandan ziyan gəldi mi? Size hansısa bir təhlükə, hansısa bir şübhəni deyən, təhlükəni deyən, sizi ağladan, sizi daimi həyəcanda mı saxlayan, bir hansısa bir təhlükələrə qarşı ayıldan, sizi ağladan, hansısa dərddən danışan, belə adamdan sizə təhlükə gəldi mi? Heç vaxtı gələ bilməz. Sizə nə gəldisə, süfrənizin qırağında oturandan gəldi, üzünüzə güləndən gəldi. Arvadını da qayırdı mı, sonra kulağını eşitdi mi, qızını da mı, ananı da mı, və yaxud şərt o deyil arvadı qayıra. Kasıbın malını aldın, pulunu aldın, canını aldın, nə fərqi var? Hətta xəstə canınızın, xəstəliyinizin inkişaf eləməsi, hətta mal dövlətinizin, pulunuzun əldən getməsi, hamısı sizin üzünüzə gülənlərdən gəlmədi mi? Mən bilmirəm mi? Mən bilmirəm mi nə danışıram? Dəyərli vətənlər, dəyərli soydaşlar, mənə nə var? Mənə nə var? Başa düşürəm. Mən belə təbliğatı eləyirəm, ay millət, maddiyyat lazımdır Sevinç xanıma. Ay millət, maddiyyat lazım mənə, məhkəmədəyəm. Məsələn, belə deyirəm. Niyə deyirəm, bilirsinizmi? Sabah o hökumətin başına gələndə, mən istədiyim gələndə, mən ancaq məzlumlara xidmət eləyəcəm. Bağımsız qazilərə, əlillərə, körpələrə xidmət eləyəcəm. Mən məzlumların adamıyam. Kimsə deyəcək, mən səni sevirdim. Birinci sual. O boyda əmlakın var idi, müxalifət üçün nə eləmişsən? Deyəcək, mən o vaxtı elədim, Turan TV elədim. Turan TV 15-ci, 17-ci ildən bağlanıb, 20-ci ildən. Ondan sonra nə eləmişsən? Sən məni səngərdə mi qoyubsan? Dəyərli vətənlər. Amma bircə nəfər gələcək, inandığımız da siyasi fəallar. Evinə həbsdə olanda bazarlıq eləyibdi, kömək eləyibdi, yardım eləyibdi. Onu biz nətər qaldıracam? O adama biz nələr bəxş eləyəcəm? Ay kişi, mən gəlirəm, mən. Məzlumlar heç. Yaxşı yaşayacaq o. Ona deyirik sadə dildən qara millət. Ancaq bütün ortada quyruq bulayanlar, yaxşı və ya pis, hamısı ortaya çıxacaq, hamısı öz cavabını alacaq. Yaxşı və pis cavablar veriləcək. Buna əmin ola bilərsiniz. Müsəlmanam, kəsilməli başımdır.
Müsəlmanam, kəsilməli başımdır, kəsilir sünnətim. Ona görə bax, vaxt var idi bazlıq eləmək üçün. Tovuzdan Bakıya gəlirdi Yıldız Kastinsasına, Biləcəriyə. O da qəhbələr sezondan sezon olurdu çağırışda. Hətta tapanmırdıq qəhbələr, Ermənistana gedirdik. Moskvaya, Ukraynaya, Gürcistana gedirdik bir bazlıq eləmək üçün. İndi bütün dünya Azərbaycana gəlir bazlıq eləmək üçün. O qızlar kimindir? Mənim bir nənəm var idi anam. Talışdan, Ləzgi ilə kimlə otursa onu 5 dəqiqə qohum çıxardır. Simsar çıxardır. Kimin de olar? Onlar hamısı İlham Əliyevin bədənini satdıkları, organını satdıkları sənin mənim ana başımızdır. Bir gün yuxuda görənməyən Azərbaycan oğulları, qızları ərəblər səhərə kimi yiyir, səhərdə qırmızı kitaba düşən quşlarımızı, heyvanlarımızı ovlayıb yiyir. Siz də kişisiniz hə? Puh! Bizim kişiliyimizə. Oturaq bir-birimizi tərləyək, bombala, o belə gəldi, nəm Cavadxan belə getdi, Bülbül oğlu belə oldu, o birisi belə oldu, tarix belə gəldi, nə bilim, Xan qızın Atəvən belə getdi, Tomris belə gəldi. Özümüzə danışıq, 100 illərdir, son 100 illərdə Mirzə Ələkbər sahibi, Vaqif, Cavid, oyan, arvadını qayrırlar, oyan, çığıran. Bunlar değildi mi? Rusiya əskəriyə göndərəndə hamımız Şəmkir kanyakından verib oğlumuzu Stroybata saldırmaq istəmirdik mi? Ancaq Rusun daşşağını öpmək üçün növbəyə durmurduq mu? Erməni ilə bir stolda oturmağı, dostluq eləməyi özümüzə şərəf bilmirdik mi? İndi də elədi Moskvada Azərbaycanların böyük bir hissəsi. Bəlkə səhv deyirəm. Özgələrə qul olmağı, kölə olmağı fəxr bilirik, amma bir-birimizin gözünü deşirik. Rusiya get, Almaniya get, Türk get, ham bir-birinə verilir. Bax, Azərbaycandan uzaq ol, ha. Azərbaycanın yanında işləmə, Azərbaycandan uzaq ol. Rusiyada öldürülənlərin 99% hamısı Azərbaycanlardır. Şərik adamlar bir-birini öldürüblər, öldürtdürüblər. Biz belə millətik. Bir-birimizin quyusunu dərin qazan millətik. Ona görə deyirəm, tamamilə sistemi dəyişmək lazım. Azərbaycan xalqını 360 dərəcə dəyişmək lazım. O dönüş eləməlidir bu xalq. Yoxsa uçuruma gedir. Bir dindar var. Mənə zəng edir. Bu günləri mənə xahiş edir, Qabil məni Qabil məni İlham Əliyevi söymə deyir. Öz də əxidir ha. Əxidir. Gəlin bunu qoşun bir efirə. Baş şəkili də budur. Allah. Bax şəkili də budur. Nə oldu? Bayaqdan özünü cırırdın ki, müzakirə eləyək. Çıxaq da, çıx müzakirə eləyək də. Çıx müzakirə eləyək də. Ha? Görürsünüz dəyərli həmvətənlərim? Görürsünüzmü? Əxidir. Deyir, sənə yalvarıram, deyir. İlhamı söymə. Deyirəm, niyə? Mənim nəslim ağlar qoyubdu. Yox, birinci nətəri girişdi söhbətə, belə girişdi. Bu da yazıb da, bu da oxuyuram sizə. Salam aleyküm, mən yazmışam salam. Necəsiz Qabil bəy? Qabil bəy, İlham Əliyevlə niyə elə danışırsınız? Mən də yazıram, xoşuma gəlir. Xoşunuza başqa şey də mi gəlir? Marojna, məsələn, şirin quş, mənə yazıram. Mən də belə yazdım. Bir şey, neyse, bir zəng eləyirəm. Zəng eləyirəm. Götürmür, zəng eləyirəm. İndi görək götürəcəkmi? Abi niyə görə şey eləyirsən, götürmürsən? Səbəbini yazdana.
Bu gün nə yazıyor? Bu gün nə yazıyor? İndi gör nətə soxacağım. Oyda, bunu nə günə qoymuşam bu gün? Bu gün nə günə qoymuşam bunu? Booo. Vaxtında açmadın yox idi, indi canlı yayıma baxıram. Nədir? Sən hər gün mənim canlı yayıma baxıb özdə prezidentə ana deyirsən, Mehribana ana deyirsən, İlhama ata deyirsən. Hər gün mən də onları burada əyri qoyub düz qayırıram. Sən hər gün seksən baxırsan, ayıb deyilmi? Dindar deyilsənmi? Gedib orada əxliyinlə məşğul olsana. Aya, bunu nə günə qoydum? Bunu bugün nə günə qoydum? Ağsaqqal bilir. Deməli, nə deyirəm, deyir, hə düz deyirsən. Nə deyirəm, deyir, hə düz deyirsən. Deyirəm, bir dənə İlhamı sevirsən deyirsən də, sevirsən. Bir dənə mənə bir vasitə de, mən də sevim də. Sənə nə verib sevirsən? Uşaq pulu verib mi? Yox. İndiyə kimi. Nə ailənə bir şey verib mi? Yox. Ben niyə? Yox, söymə, xahiş edirəm. Sən əxi ola bilərsən, dindar da ola bilərsən, amma sən kişi deyilsən. Sən kişi sözünün heç 2 hərfinə layiq adam deyilsən. İndi bilir ki, Qabil burada pazlayır axı. Mənim nefrimə nəyə baxsan, nə? Ha? Mən o blogerlər məni də söyür, İlhamın adamlarıdır, adını bloger qoyublar. Mən durub onlara baxmıram ki. Bəzi hallarda bəzi adamlar video kəsir, o da çox hallarda onu məhkəməyə göndərirəm, bəzi hallarda da əsəbləşirəm, öyle göndərənə də. Göndərənə də. Dəyərli mədənlərim, dəyərli soydaşlarım, götürmür. Göt var, bunda götürsün məndən. Telefonumu götürməyə bunda göt var. Mən buna bir sual da verdim. Ağsaqqal Allah şahidi, bir ağsaqqal da var idi telefonda. Deyirəm, İlham Əliyevi sevirsən mi? Deyir, hə. Deyirəm, İlham Əliyev üçün ölümə gedərsən mi? Ölümə. Deyir, yox. Danla sual verirəm. Deyirəm, anan, bacın, atan, arvadın var mı? Deyir, var. Deyirəm, onlar üçün ölümə gedərsən mi? Deyir, hə. Deyirəm, sən nətər öz ana, bacın üçün, yaxınların üçün ölümə gedirsən, amma İlham Əliyevi deyirsən, sevirəm, amma ölümə getmirsən. Donur qalır belə qoyun kimi bax. Bunu saldım tankın altına, xışladım. Heyif ki, efirdə deyildi. Efirdə olsaydı, inan Allaha dəhşətə gələrdiniz. Qabil danışan adamı ya qəhrəman çıxardır, ya peysər çıxardır. Qabil danışan adamı ya qəhrəman çıxardır, ya peysər. Sən güya yaxşı oğlansan, hə? Güya sən yaxşı oğlansan, hə? Deyirsən ki, İlham Əliyev üçün ölümə getmərəm, amma qohumlarım üçün ölümə gedərəm. Sən nətər İlham Əliyevi sevirsən? Nətər İlham Əliyevi sevirsən də sən? Nətər əxilsən sən? Sizi axı maliyyələşdirir, o vaxt Heydər Əliyev danışdı, sizin o qurumunuzu yarattı nə üçün? Siz istənilən vaxt İlham Əliyev üçün ölməlisiniz, ona görə sizi yarattı. Bildin mi? Maygülü. Deməli, yox tutmadım, de görüm nə məsələdir ay qağa. Burada biri yazıb ki, sən əxinin temasını tutmadın, o sənə niyə görə deyir İlhamı söymə? Niyə görə? Mən yaxşı əxi, mən İlham Əliyevi söyləyən vaxtlarında niyə sən demirdin ay Qabil söymə? İndi demək olar ki, mən İlhamı söymürəm də. Sadəcə dalını qumarda qoyan deyə bilərəm, deyirəm. Onu da İtaliya mətbuatı da deyir, Almaniyada, Erməni, Rusiya, Fransa, bütün mətbuat yazır ondan. İlham Əliyevin qumarda uduzduğundan, nəylərini uduzduğundan. Yəni o da Ermənistanda, nədir, o cürbəcür yerlərdə. Hə, alo. Hə, çəkildim de gör niyə. Hə. Hə, bəli.
Hə. Deməli, aydındır da təxmini elə olar başqa bir. Bə indi dəstəkləsəydi, indi telefon götürər. Telefonu da götürmürək. Gədə-güdədir. Aydındır. Aydındır. Sağ olsun. Dəyərli əmələm, bu da düzdür. Deyir, İlham Əliyevin sonlarıdır. Yəni, bu rejimlərin sonudur. O cümlədən İlham Əliyevin. Budur, açıq etirə çıxıb özünü 11 metriyə qoymaz axı. Sabah biz hökumətə gələndə bunları şişə taxacaq axı. Ona görə həm də eyni zamanda indiyə kimi söyəndə heç dillənmir. İlhamı söyürdülər, heç kim dillənmir. Amma bir dənə Hacı Avtovağzalın müdürünü söyürsən, 1000 adam çıxır, adama trolluq mu eləyir, adama pul mu təklif eləyir ki, söymə. İndi, dəyərli dostlar, indi bunlar indi ayılıblar, indi güya İlham Əliyevə dəstəklərini ifadə edirlər. Yəni, belə də götürəndə belə dəstəyi Allah kəssin ki, İlham Əliyev bilir ki, tormuzdur da, mənim qabağıma düşəndə xışlayıb pis günə qoyacağım bunu. Ona görə əlbəttə ki, telefonu götürən bilər, bunlar da götürmürlər. Cındır danışma. İndi yazmacılan İlham Əliyev üçün ölərəm. Bəyəxları sənlə danışanda mənə dedin ki, İlham Əliyev üçün ölmərəm, ölümə getmərəm. Dedim, barmağı belə deyəcəkdim ki, barmağı belə kəsməyə razı olarsanmı? Sən daha o söz deyəndən sonra mən demədim. Göt hərəkət eləmə, saqqalına siyim, sən kişi döysən. İlhamın da bığına siyim. Məni gecə-gündüz burada söydürən İlham Əliyev deyilmi? Deyilmi? Gecə-gündüz burada İlham Əliyev deyil. Zaten İlham Əliyev bilmirmi ki, Bəşər Əsədin başına siyir bütün Suriya xalqı. Hafiz Əsədin atasının başına siyir. İlham Əliyev bilmirmi ki, bu xalqı bu günə qoyub, onun özünün, dədəsinin başına iş siyəcək bu xalq. Bilmirmi İlham Əliyev bunu? Eşşək kimi bilir. Eşşək kimi bilir. Bilirsə bu xalqa niyə uşaq pulu, necə bir cüzi bir heç olmasa yardım eləmir bu xalqa. Cüzi bir yaşama şansı tanımır bu xalqa. Niyə? Efirə zəng eləyə bilərsiniz, mən xəbərlərimi çatdırıram yavaş-yavaş. Amma siz efirə zəng eləyə bilərsiniz. İlham Əliyev, deyələmədim, mən hər bir məlumatlarımı xahiş edirəm, paylaşın, çox xahiş edirəm. Harada TikToklarda qabağıma, harada